nəfsin tərbiyəsi hər ağıllı insanın ən böyük məqsədi olmalıdır. Çünki Allah Teala bu mövzuda and içmişdir. Baxın, and içmişdir Allah Teala. Nəfsini təmizləyən nicat tapar. Onu günaha batıran isə ziyana uğrayar. Allah Teala buyurur Quran-ı Kərimdə, günəşə və onun işığına and olsun. Onu izləyən aya and olsun. Onu aşkar edən gündüzə and olsun. Onu örtən gecəyə and olsun. Göyə və onu qurana and olsun. Yerə və onu yayıb döşəyənə and olsun. Nəfsə və onu düzəldi formaya salana and olsun. Sonra nəfsinə həm günah, həm də təqvalısını ilham etdi. Onu təmizləyən nicat tapdı, onu çirkləndirən isə ziyana uğradı. Şəms surəsi 7-10-cu ayələr. Ona görə insan hər zaman nəfsini tərbiyə etməyə çalışmalıdır. Nəfs tərbiyəsi necə olur? Əlbəttə ki, dua, zikir, yaxşı əməllər, günahlardan çəkinmək,